C məsələsində bizə deyir ki, bizim n dənə data centerimiz var və n dənə data centeri biz kabellərlə birləşdirməliyik. Bunun üçün bizim K dənə fərqli kabel istehsalçımız var. Biz hər hansı 2 dənə centeri istədiyimiz növ kabellə birləşdirə bilərik. Yəni, istədiyimiz istehsalçıdan ala bilərik kabeli. Və məqsədimiz data centerları əlaqəli eləməkdir. Yəni, eləməliyik ki, bu şəbəkə konnektli olsun. Bunun üçün minimum sayda kabel istifadə eləməliyik. Sualı maraqlı edən nüans ondan ibarətdir ki, əgər hər hansı bir kabel növündən hamısını əgər biz ləğv eləsək, bizim centerlarımız hələ də əlaqəli olmalıdır. Yəni, deyək ki, biz əgər ikinci kabel istehsalçısından nə qədər kabellər istifadə eləmişiksə, onların hamısını əgər biz ani olaraq çıxarsaq, bizim gərək şəbəkəmiz hələ də connect olsun. Buna görə ən az sayı təyin eləməlisiniz. Nümunələrə baxsaq, məsələn, burada ikinci nümunə var. 4 dənə bizim əgər centerimiz varsa, 2 növdə istehsalçımız varsa, ona deyir ki, cavab 6 olacaq. Yəni, ən azı 6 dənə kabel lazımdırsa. Deyir, 1, 2, 3, 4. Yəni, bir bu şəkildə ikinci növ kabellərdən istifadə edərik. Eynisini demək olar ki, bir dənə də birinci növ kabellərdən istifadə etməklə əlaqəlidir. Yəni, bunun yanlarına 2-lər də yazacağıq. Birlər də yazacağıq. Hər hansı 2 dənə nodu 2 dənə kabellə əlaqələndirəcək ki, birlər əgər ləğv olunsa 2-lər qalsın, 2-lər ləğv olsa 1-lər qalsın. Nəticədə connect olmuş olsun. Alt tapşırıqlara baxaq. K bərabərdir 2 halı var. Əvvəlcə ondan başlayaq ki, yalnız 2 dənə istehsalçımız olarsa nə baş verəcək? Əgər bizə K2-dirsə, məsələn, n bərabərdir 5, K bərabərdir 2 nümunəsi var burada. Biz hansı şəkildə şəbəkə qurmalıyıq, ona baxaq. Yaxşı olar ki, biz elə tri formatında bir dənə şəbəkə quraq. Yəni, və yaxud da ki, deyə bilərik ki, bir dənə düz xət boyunca şəbəkə qura bilərsiniz. Burada mən 1, 2, 3, 4, 5-ci centerları hər bir əlaqəyə mən kabelləri AB deyə, ABC deyərək əgər əlaqələndirsəm, nömrələsəm. Onda deyərəm ki, bura hər biri üçün 1 ilə 2-nin arasına A kabelindən əlavə edəcəm. Bir də deyirəm ki, 2 dənə kabelim vardır. Mənə K2-yə bərabər olduğuna görə yalnız A və B kabellərim var. Bir də deyirəm ki, B kabelindən də çəkəcəm bura. B kabeli də çəkəcəyik. Və əgər A kabelini ləğv eləsələr, onda 1 ilə 2-ni, 2 ilə 3-ü, 3 ilə 4-ü və 4 ilə 5-i B kabelindən əlaqələndirə bilirəm mən. B-ni ləğv eləsələr, A-larla əlaqələndirə bilirəm. Burada problem varmı? Yoxdur. Ümumi olaraq biz 1 ilə 5-i əlaqələndirmədik. Yəqin görə bilirsiniz ki, buna əlaqələndirməyə ehtiyac yoxdur. Yəni, cycle düzəltməyə bu K-nın 2 halında ehtiyac yoxdur. Yəni, cycle düzəltməsək də, sadəcə tree ilə biz connected şəbəkə yaratmış olacaq biz. Onda biz deyə bilərik ki, bizdə neçə dənə yol olmuş olacaq burada. N dənə nod varsa, biz n çıx 1 dənə əlaqə qurmaqla biz onları connect edə bilərik, düzdür. Yəni, n çıxılsın 1 hansımız olacaq nə? N çıxılsın 1 dənə əlaqə olacaq. Hər bir əlaqədə də ikili kabel istifadə edəcəm. Hər hansı 2 dənə centeri bir A kabeli ilə, bir də B kabeli ilə əlaqələndirəcəm. Ona görə də bunda 2-yə vururam. N çıx 1 vur 2 olacaq. Burada məsələn 8 olmuş olacaq bizim cavabımız. O ki, qaldı əlaqələrə. Əlaqələri də elə 1-dən n-ə qədər dövr edib. Hər bir i ilə, i plus 1-i bir dəfə birinci ilə əlaqələndirəsiniz, bir dəfə ikinci ilə. Sonra 2 ilə 3-ü bir dəfə 1 ilə əlaqələndirəsiniz, bir dəfə 2 ilə əlaqələndirəsiniz. Koduna baxsaq, əgər K2-dirsə, çıxışa 2 vur n çıx 1 verəcəyik. Sonra da 1-dən n-ə qədər i-ni, i plus 1-i
Yəni özü nod və noddan sonraki nod, digər nodu bir dəfə 1 ilə əlaqələndirir, bir dəfə 2 ilə. 1 qırılsa 2 qalacaq, 2 qırılsa 1 qalacaq. Burada problem varmı? Yoxdur. Digər alt tapşırığımız k-nın n-dən böyük bərabər haldır. 20 bal. K n-dən böyük bərabər, məsələn deyək ki, belə bir nümunəmiz var. n5-dir, k 7-dir. Bayaqki kimi bir vəziyyət yaratsaq biz və desək ki, əgər yenə də bənzər bir məntiq tətbiq eləyək, yenə deyək ki, bura A və B eləyək, yenə A və B, heç digər kabellərdən istifadə eləmirik, məsələn, A və B, burada A və B. Bu tamamilə doğru olur, minimumu nəzərə almasaq, bəli, onda biz A-ları ləğv eləsək, B-lər qalacaq, B-ləri ləğv eləsək, A-lar qalacaq. Ümumən də yenə də cavab olur, n çıxılsın 1 vurulsun 2, düzdür? N çıx 1 vur 2 həmişə qaranti olan haldır. Yəni n çıx 1 vur 2 dənə kabellə siz həmişə cavabı təyin edə bilirsiniz. Həmişə. Yəni istənilən 2 dənə nodu 2 dənə kabellə əlaqələndirirsiniz. Hansısa biri qırılsa, ləğv olunsa, o birisi onsuz da onları konnekt eləmiş olacaq. Amma bəzi hallarda biz daha az kabellə də onları konnekt eləmək olur. Yəni şərti ödəyə bilirik. Məsələn, burada yəni ən yaxşı hal n çıx 1 vur 2 deyil. Daha yaxşısını da eləmək olar. Ümumən də biz sualda da, yəni tam ideyada da çalışmalıyıq ki, nodlar arasında mümkün qədər az kabel istifadə edək. Yəni mümkün qədər bir dənə kabel istifadə edək. Burada da biz baxırıq ki, xüsusilə k-nın böyük olmasından istifadə edərək biz daha az kabel istifadə edə bilərik. İdeyamız nədən ibarət olar? Biz deyək ki, burada 1 ilə 2-ni A ilə əlaqələndirək. Bunu B ilə, bunu C ilə, bunu D ilə və deyək ki, bir dənə də yeni bir dənə 1-dən 5-ə yol çəkək və bunu da Y ilə əlaqələndirək. K 7 olduğuna görə bizim artıq 7 dənə fərqli kabelimiz var. A, B, C, D-yi cycle düzəldirəm və bu kifayət edir uşaqlar. Hər hansı bir dənə kabel əgər ləğv olunsa, məsələn B ləğv olunsa əgər, ondan olacaq, bu yol ləğv olacaq və belə bir mən yenə də connected bayaqki kimi bir dənə A3 formatında əlaqə qurmuş olacağam və bu connected olmuş olacaq. K-nın n-dən böyük olan halında bunu hər zaman etmək mümkündür. Yolları necə verəcəm? Yollarını da elə 1-dən başlayaraq n-ə qədər gələcəyik. I ilə I plus 1-i əlaqələndirəcəyik. 1 ilə, sonra 2 ilə 3-ü, 2 ilə 3 ilə 4-ü, 3 ilə 4 ilə 5-i, 5 ilə, sonda da yenə gələcək olar. N ilə 1-i tezdəndən n ilə əlaqələndirəcəyik. Koda baxsaq, k ilə böyük bərabərdirsə, n-in özünü veririk. N dənə nod olmuş, n dənə yol olmuş olacaq, n dənə kabel istifadə olmuş olacaq burada. Ən sonda da bayaq cycle eləməmişdik, ona görə n çıx 1 dənə olmuş olurdu. İndi isə cycle elədiyimizə görə n dənə olmuş olacaq. N dənə kabel lazım olacaq, 1 dənə qədər hər birini özünün sonraki ilə bağlayırıq. 1-i 2 ilə, 2-ni 3 ilə, 4-ü 5 ilə, ən axırda bir dənə 5-i tezdəndən 1 ilə bağlayıram 5 kabelindən istifadə edərək. N də həmişə garantidir ki, n-inci kabel var, çünki k n-dən böyük bərabərdir. Burada problem varmı? Mənim k boyutu bərabərdir n olanda n olur. N olur. Evet. Burada n olur. Bu n'in yerinə k da yaza bilərsən. N-dən böyük hər hansı bir şey yaza bilərsən. Yəni biz burada birincini istifadə edirik, burada ikincini, burada üçüncünü, burada dördüncünü. Burada istəyirsən 5 istifadə elə, istəyirsən 6 istifadə elə, istəyirsən 7 istifadə elə. Heç bir fərqi yoxdur. Yəni məsələn, bura 7 qoysan, 7 qırılsa əgər, onda bu yol ləğv olmuş olacaq. Və sən buradan yenə connected bir dənə şəbəkə almış olacaqsın. Və ya deyək ki, 2 qırılsa bu ləğv olacaq. Onda buradan yenə də sən bir dənə connected şəbəkə almış olacaqsın. Yəni burada hər hansı bir yolun qırılması bizim bu əlaqələrin pozulmasını kifayət eləmir pozulması üçün. Gərək 2 dənəsi qırılsın ki, məsələn bu da qırılsın ki, bunlar ayrı bir dənə komponentdə qalsın, bunlar ayrı bir dənə komponentdə qalsınlar. Bir dənəsi qırılanda artıq bu yenə də connect olmuş olur. Birincide niye 2 dənə şəbəkə lazım yəni? Çünki orada sən A, B, C, D, Y deyə qura bilmirdin. Orada səndə K 2-yə bərabər idi. Və bura A, B yazandan sonra bura tezdən məcbur A yazırdın. Bura tezdən B yazırdın, bura tezdən A yazırdın. Elə olanda A-lar ləğv olanda bu yolda qırılırdı, bu da qırılırdı, bu da qırılırdı. Bu ayrıca bir dənə komponent qalırdı, bu ayrıca bir dənə komponent qalırdı. Amma səndə indi K böyük olduğuna görə imkanın var ki, bunların hərəsinə başqa yol verəsən. Hər hansı bir dənə yol ləğv olanda sadəcə bir dənə yol sıradan çıxmış olur. Bayaq isə A-lar çox olduğuna görə çox yeni sıradan çıxırdı. Aydındır.
Digər həll isə məhdudiyyət yoxdur. Yəni hər hansı bir limitlənmə yoxdur orada. Bir dənə nümunə verək. N 8K5-dir. Yəni artıq K ilə böyük deyil, N K-dan böyükdür. Daha öncə yazdığımız iki nümunədən nəsə nəticə çıxarsaq əgər ki biz, bir variant o idi ki, məsələn 1 ilə 8 ləğv eləyək, bunlar arasında AB-lər yazaq yenə. Bundan açdıq ki, onsa garanti variantı idi. Sadəcə olaraq K-nın 2 halında yaxşı işləyir, amma digər vəziyyətlərdə çox artıqlıq yaradır. Yəni daha yaxşılarını istifadə edə bilirik. Başqa bir variantımız nə idi? Başqa bir variantımız K əgər çox olarsa, bunları müxtəlif kabellərlə əlaqələndirməkdir ki, bir kabel aradan çıxsa, əgər sıradan çıxsa, bizim cycle'ımız sıradan çıxır, dövrəmiz. Amma dövrədə bir dənə xəttin sıradan çıxması əlaqəni itirir. Yəni də bu əlaqə alınmış olur. Sadəcə burada K 5-ə bərabərdir, biz onu da eləyə bilmirik. Məsələn, bura A yazsaq, bura B, bura C, D və Y. Artıq mən 5 dənə kabelindən istifadə edim. Məcbur oluram ki, bura tezlənən A yazım, bura B yazım, bura C yazım. Burada da əgər A sıradan çıxsa, onda burada sıradan çıxacaq, burada və bura ayrıca bir dənə komponent kimi qalacaq, bura ayrıca bir dənə komponent kimi qalacaq və bu connected olmamış olacaq. Yəni belə baxırıq ki, məcbur olacağıq onda biz A-nın yanına bir dənə B də yazaq, B-nin yanına bir dənə C də yazaq, C-nin yanına bir dənə D də yazaq. Hansı təkrarlananlar ki var, A, B, C. Onların yanına başqa bir kabeldə qoymalıyıq ki, əgər A sıradan çıxsa, onda bura sıradan çıxsın, bunu məsələn B qoruysun hələ də. Və ya C sıradan çıxsa, bu sıradan çıxsın, amma bunu B qoruysun hələ də. Bu da bəlli məsələdir ki, yəni açıq-açıq görünür ki, bu heç də yaxşı varianta oxşamır. Onda əgər K-mız məsələn, əgər 5 olub, N 100 olsa, onda çox saylı təkrarlanmalara yol açacaq bu və o da aşağı-yuxarı elə gəlib 2 qat qədər, yəni n çıxıb 1 vur 2-yə yaxınlaşacaq. Mənim ilkin olaraq düşündüyüm variant bundan ibarət idi ki, gəlin biz hər birinci ideyanın üzərində qalaq, hər bir komponenti, hər bir, belə deyək, center'ı digər center'la yalnız bir dənə kabel vasitəsindən əlaqələndirək. İkinci ideyamızda K ilə böyük olan halda kimi. Yəni çünki o ən yaxşı hal idi. Bəli. Məsələn burada 1 2 3 4 5 bizim əgər K 5-ə bərabərdirsə, ona mən deyə bilərəm ki, bura bir dənə A yazıram, bura B kabeli, bura C kabeli, bura D kabeli, bura Y kabeli. Artıq növbətini əlavə edə bilmirəm bura, çünki təkrarlanma olacaq. Sonrakı 5 dənəni, 5 dənə odur. Yenə yanından yazıram. A, B, C, D şəklində A, B, C, D və Y. Sonrakı 5 dənəni də yenə sağdan yazıram ki, A, B, C, D, Y. Düzdür? Və mən artıq hər bir nod üçün görürəm ki, minimum sayda əlaqə yaradaraq, kabel yaradaraq davam edirəm. Bu şəkildə aparacağım olur. İndi problem nə yaranır? Problem olur ki, bunları belə 5-5 əlaqələr qururam, komponentlər yaradıram. Sadəcə bunların özləri əlaqəli deyil. Düzdür? Özlərini əlaqə yaratmaq üçün birinci məsələn düşünə bilərəm ki, hər iki dənə nodu əlaqələndirim. Bir dənə məsələn bura A yaza bilmərəm. Çünki A əgər qırılsa, onda bura connect olmayacaq. Ona görə bir dənə A yazıram, bir dənə də B yazıram. Məsələn bunları da eyni şəkildə bir-birinə belə əlaqələndirirəm. Bir dənə belə, bir dənə də bura alacaq. Həm A, həm B. Əgər A qırılsa, onda nə baş verəcək olar? Bu yol qırılacaq. Bu yolla A qırılacaq, amma ikinci kabelimiz də var da, yəni burada B kabeli də var. Ona görə heç bir problem yaranmayacaq uşaqlar orada. Yəni bu iki komponent arasında əlaqə yenə də qalmış olacaq. Bu da qırılacaq, amma yəni bu bayaqki məntiqimizlə, yəni cycle-da bir dənə yolun qırılması əlaqəni pozmayacaq. Hiss olunur ki, bu nəsə xoşa gələn variant deyil. Niyə xoşa gələn variant deyil? Çünki hər bir komponenti, xüsusilə K balaca olanda komponentlərimizdəki elementlərin sayı da balaca olacaq. Çox komponent olacaq. Çox komponenti 2-2 əlaqələndirmək bizə sərf eləməyəcək. Birinci ideyam o olar ki, gəlin elə belə düşünək olar. Biz necə ki, hər bir nodu bir-biri ilə yalnız bir dənə deməli kabellə əlaqələndirirdik. Onda deyək ki, gəlin bunların özlərini də bir dənə nod kimi düşünsək, bunu A-la əlaqələndirək. Bunu B-ilə əlaqələndirək. Sonrakını C-ilə əlaqələndirək, məsələn növbətini. Belə-belə əlaqələndirək uşaqlar.
Yekun olaraq deyək ki, burada məsələn 40-cı var. 40-cını da buna tezdəndən gərək məsələn deyək ki, y ilə əlaqələndirək. Əgər A qırılsa, onda bu qırılacaq, bu da qırılacaq, bu da qırılacaq. Yəni hər bir komponentdə özlüyündə connected olmasını saxlayacaq. Komponentlər arasında connectedlıysa A qırılacaq. Problem orasında uşaqlar. Əgər bizə çoxsaylı komponentlər varsa, A, B, C, D, Y, məcbur sən tezdənən burada da hansısa 2 dənə komponenti A ilə birləşdirmirsən. Oradan da qırılma olacaq. Və komponentlər artıq sol-sağ deyə 2 yerə bölünəcək ən azı. Daha çox da bölünə bilər. Buna görə bu yolu tətbiq eləməyimizdə problem yaranacaq. Okay. Ondan sonraki ideya nə oldu? Nə düşünürəm uşaqlar? Ondan sonra düşünürəm ki, gəlin onların hər birini bir dənə mərkəzə bağlayaq. Hərəsini. Aha. Bəli. Hərəsini onları mərkəzə bağlayaq. Məsələn bu şəkildə. Burada n 13-ə bərabərdir, k 5-ə bərabərdir. Deyirəm ki, 1 olmasın hər hansı bir dənə nodu. Bir hamısında var deyə 1-i götürürəm. 1-i mərkəz kimi götürürəm uşaqlar. Sonra yenə də komponentlər edirəm. Fikir verin, bunlar hər biri ayrıca komponent kimi olsun. Deyirəm ki, burada uşaqlar 1-ə mən neçə dənə nod bağlaya bilərəm sizcə maksimum? Bəli, k çıx 1 dənə nod bağlaya bilərəm maksimum. Çünki k dənə fərqli yolum var mənim. Bura A yazsam, bura B kabeli, bura C kabeli, bura D, bura Y kabeli. Onda mən bura 1-ə 4 dənə fərqli nod bağlamış oluram. Növbəti 4 dənəni bura bağlayıram. Yəni A, B, C, D yerək. C, D, Y. Burada eyni şəkildə A, B, C, D deyərək C, D, Y. Buranı da bağlamış oldum məsələn. İndi hər hansı bir nodun sıradan çıxması mənim üçün heç bir problem yaratmayacaq. Yəni A sıradan çıxsa, bura qırılır, bura qırılır, bura qırılır. Heç bir problem yoxdur. Artıq 1-ə connected olduqlarına görə yenə də ümumilikdə connectedlik pozmur. Yəni, baxırıq ki, uşaqlar, məsələn, nə narahat edə bilər bizi ki, burada 1-dən biz axı danışmışdıq ki, çalışmalıyıq ki, hər 2 dənə nodu daha az, yəni 1 dənə hardasa kabel bağlasın. Ona çalışırdıq biz. Burada görürəm ki, birdən çox kabellər çıxır. Məsələn, buradakı ideyamda nə idi? Buradakı ideyamda var idi uşaqlar, qaranti olan ideya var idi ki, mən hər 2 dənə nodu, buradan hər 2 komponenti bu şəkildə AB deyərək bağlaya bilirdim bayaq. Düzdür? Bu qaranti doğru həldir. Amma bəyənməmişdik ki, bu çox variantdır. İndi bunları müqayisələndirsək biz ki, hansında daha az kabel istifadə olunur uşaqlar. Bunun üstünlüyü odur ki, mən 5 dənə kabellə 5 dənə nod bağlayıram. Burada da 5 dənə kabellə 5 dənə nod bağlayıram. Burada isə uşaqlar 5 dənə kabellə ilkin olaraq 5 dənə nod bağlayıram. Sonra isə 5 dənə kabellə 4 dənə nod bağlayıram. Çünki bir artıq var idi, bizə istifadə olunmuşdu. 4 dənə yeni nod gəlir. Burada da 4 dənə yeni nod gəlir, amma 5 dənə kabel istifadə olunur. Sadəcə burada problem odur ki, uşaqlar, mən hər dəfə öz komponentlərimdə 2-2 bağlayıram deyə bir-birinə. Onda artıq bizdə say olaraq aşağıdakı daha sərməməli variant olur. Məsələn, deyək ki, burada bu ikisinə baxsaq uşaqlar, 5, 5, 10 dənə nodu biz neçə dənə kabellə bağlamışıq? 5, 5, 2, 12 dənə. 10 dənə nodu 12 dənə kabellə bağlamışıq. Burada isə biz yuxarıya baxsaq, 9 dənə nodu 10 dənə kabellə bağlamışıq. Yəni burada 10 nod üçün 12 kabel var, burada 9 nod üçün 10 kabel var. Yəni nisbət olaraq görə bilərik ki, bu aşağıdakı daha yaxşı variantdır. Burada əgər biz komponentlərimizin sayını artırsaq, onda artıq o nisbətin daha da böyüyəcəyini görə biləcəyik uşaqlar. Yəni burada çünki hər dəfə 2-2 artacaq onlar arasında fərq. Burada düzdür, bir dənə nod irəli düşürük, amma bir dənə kabel itiririk. Yəni bir noda bir kabel itirmək səmərəli bir şey deyil. Ondan sonra məsələn burada isə biz bir dənə cycle hardasa, yəni bir kiçik bir cycle'ımıza bir dənə kabel itiririk. Burada bir noda bir kabel itiririk komponentə. Yəni burada ona görə də bu daha səmərəli variant olur. Yəni ümumi say olaraq da baxsaq, burada 12 dənə nodumuz var. 12 dənə noda neçə dənə kabel istifadə eləmişik? 5, 5, 5, 15 dənə kabel istifadə eləmişik. Düzdür? Amma burada baxsaq, bizdə məsələn 15 dənə nodu var. 15 dənə noda elə 15, 19 dənə kabel istifadə eləmişik. Burada dediyim kimi 12, 15-dir. Burada 15-ə 19-dur. Yenə də fərq nisbət olaraq görə bilirik ki, burada fərq var. Yəni bu daha yaxşı variant əldə olmuş oluruq. Bəs necə biz onları yığa bilərik? Yəni bu əlaqəni necə qura bilərik? Düşünürəm ki, görmək çox da çətin deyil burada ki, biz bir ilə bunları ilkin olaraq bu kiçik dövrələrimizi quracağıq uşaqlar. Daha sonra onları bir ilə bağlamağa çalışacağıq.
Necə qurarıq? Bir dənə nod deyərik. Ta 1-dən n-ə qədər getsin. Və onları qaçıq bir dəfədən bir bağlayacaq bir-birinə. Biri əvvəlcə bağlayacağam 2-yə, 2-ni 3-ə, 3-ü 4-ə, 4-ü 5-ə, tezdən 5-i 1-ə. Ən son istifadə etdiyim nod nə idi? 5 idi. O demək ki, artıq 6-dan başlayıb yenidən qaçıq birliyi dövrə yaradacağam. 6, 7, 8, 9-u yenə bağlayacağam bir-birinə. O 9-da 1 ilə bağlayacağam. Son istifadə etdiyim o 9 idi. Bu demək ki, 9 plus 1, 10-dan başlayıb artıq yenə bir dənə qaçıq birliyi dövrə yaradacağam. Bu şəkildə davam edəcəyik. Deməli, hər dəfə bizə lazımdır hardan hara gedəcəyimiz və hansı kabeli istifadə edəcəyimiz. Ona görə üçlü peri götürmüşəm burada. Nodumuz 2-dir ilkin olaraq və bir dənə bizim var answer, yəni cavablarımızdan ibarət vektorumuz. Bir dənə də hər o kiçik cycle'lar ki var idi, buradakı kiçik cycle'lar. Onun üçün də bir dənə ayrıca cycle vektoru yaratmışam. Hər dəfə 0-dan k-1-ə qədər gedir. Yəni k-1 dənə element olur bizim cycle'ımızda. Cycle-a nodu əlavə edirik, nodu artırırıq. Nod 2-dən başlayır. 2, 3, 4, 5 əlavə olunacaq bura. Sonra 6, 7, 8, 9 əlavə olunacaq bura. Hər dəfə o k-1'lik cycle-ı mən məsələn bura qurdum. İndi bu cycle-ı 1 ilə necə bağlayayım? Biri həmin o cycle-ın ilkin noduna aparacağım, əlaqələndirəcəm. Bir də son nodu ilə 1-i əlaqələndirəcəm. Düzdür? Ona deyirəm ki, əvvəlcə 1-i əlaqələndir cycle-ın ilk nodu ilə və birinci kabeldən istifadə elə. Burada biz birinci kabeldən istifadə edirik. A-dan həmişə istifadə edirik, fikir verin. Bir də sonuncu kabeldən də nə edəcəm? Cycle-ın sonuncu nodunu 1-ə bağlayacağım. Bir də deyəcəm ki, get ortada hamısını bir-birinə əlaqələndir. Burada məsələn əlaqələndiririk 2-ni 3-lə, 3-ü 4-lə, 4-ü 5-lə. Bu şəkildə əlaqələr qrupuruq. Yəni cycle i çıx 1-i cycle i ilə əlaqələndiririk. Arasındakı kabeldəki i plus 1-dir. 2, 3, 4 bu şəkildə gedir. Çıxandan sonra oradan nə edəcəyik? Bir də sonuncu cycle-dakı sonuncu nodu 1 ilə əlaqələndirməliyik. Ona da deyəcək ki, cycle-da sonuncu elementi 1 ilə əlaqələndir və k-cı, məsələn bura k-cını əlavə edirik. Yəni burada artıq yeni əlavə edirik həmişə. Yəni sonuncu kabeldə bura atırıq. Və salamış olar artıq həmin o size-ı verib, daha sonra da hardan hara gedəcəyimiz və hansı kabel istifadə edəcəyimizi verə bilərik orada.